Bu video təsadüf deyil, sənə mesajı var. 3 kartdan birini seç və baxaq görək yaxın zamanda səni nələr gözləyir. İlk kartı seçən insanlar, bu kartı seçən insanlar sevgi həyatı ilə bağlı frekans yeniliyi yaşayacaqsınız. Yəni bir yenilənmə, bir təzələnmə olacaq. Barış, münasibətin düzəlməsi, aranın yumşalması, yeni insanlarla tanışlıq, sizə qarşı xoş addım və təkliflərin olması fonunda yeniliklər gözlənilir şəxsi həyatla bağlı. Keçək ikinci kartı seçən insanlar və bu kartı seçən insanlar hak etdiyiniz bir şeyi sizə verməyə bilərlər, sizdən əsirgəyə bilərlər. Bu xüsusilə də maddiyyatla bağlı ola bilər. İş həyatı, maddiyyat, karyera, pul, para, borc, yəni bir sözlə siz bir şeyi almağı hak edirsiniz. O sizə çatacaq, amma biriləri onu sizə verməməkdə israrçıdır. Verməmək istəyir tipli durumla qarşılaşa bilərsiniz. Mübarizə aparmaq, müqavimət göstərmək məcburiyyətində qala bilərsiniz. Hətta burada təkcə istədiyini ala bilməmək deyil də, sahib olduqlarınızı möhkəm-möhkəm tutmaq, saxlamaq kimi bir xəbərdarlıq da var bu kartın enerjisində ki, sizdən sizə aid bir şeyləri almaq istəyə bilərlər. Bir sözlə sizin olanlara sahib çıxmağı bacarın. Keçək üçüncü kartı seçən insanlar. Dəyənək prensi gəldi. Uzun zamandan bəri əlləşdiyiniz və arzusunda olduğunuz bir şeyi qazana bilərsiniz. Ya da ümidinizi üzdüyünüz bir şey dirilə bilər, gündəm ola bilər, trend ola bilər həyatınızda. Bilmirəm nədir, amma çox xoş bir enerjisi var bu kartın və hiss edirəm ki, nəyəsə nail olacaqsınız. Nəysə sizin təkrar ayağa qalxmanıza, təkrar ümidlənmənizə, təkrar özünüzü təsdiq etmənizə səbəb olacaq. Bu qədər sizlərə uğurlar. Hələlik.